Amasya. Bugün biz azadlıqdan danışırsak, bu bizim şəhidlərimizin can bahsədir. Biz bugün 8 noyabr Zəfər günü qeyd edirik. Eğer biz Zəfər günündən danışırsak, şəhidlərimizin adını çəkmədən qala bilmək üçün. Onların hər birinin ruhu bu bayrağın altında döyüşməklə bizim azadlığımızı bizə geri qaytardılar. Mən fəxr edirəm ki, bugün bizim oğulların sayəsində alnınız ağ, özünüz də dişləyəniz sizin qarşınızda. Bəli, mənim oğlum o gün orada döyüşdü və canını fəda verdi. Oğlum, mənim gürurum, sən bu xalqın qəhrəmanısan. Mən və bütün xalqım sənin kimi şəhidlərimizin qəhrəmanlığını heç vaxt unutmayacaq. Siz sübut etdiniz ki, vətən sevgisi hər şeydən uzadır. Bu torpaqların əbədi azadlığı sizin sayənizdə oldu. Şəhidlər ölməzdir, onlar bizimlədir, ürəklərimizdədir. Mən bu sözləri Məmməd Uşçunun anasından deyirəm. Mənim adım Şükür Məmmədov Ələkbəroğlu. Mənim adım Şükür Məmmədov Ələkbəroğlu. Vətən uğrunda şəhid olub. Mənim adım Şükür Məmmədov Ələkbəroğlu. Vətən uğrunda şəhid olub. O qorxmadan döyüşə gedib. Və torpaqlarımız uğrunda canını qurban verib. Mənim atamın igidliyi, mərdliyi və vətən sevgisi hər zaman qəlbimizdə yaşayır. Bəzən mən atam üçün çox darıxıram. Amma bilirəm ki, o göylərdədir və bizi baxır, bizə qoruyur. Bugün mən onun formasını giymişəm, döyüş formasını giymişəm. Və mən darıxdıqca bu formanı giyinib atamın qoxusunu alıram. Mən atamla fəxr edirəm, o mənim qəhrəmanımdır. Mən də atam kimi cəsur, mərd və vətənpərvər insan olmağa çalışacağam. Mən atamla fəxr edirəm. O mənim, yaxşı ki o mənim atamdır. Şəhid atam, Allah bütün şəhidləri rəhmət eləsin. Qarabağı azad etdin, atan kimi incitdilər. Hepsini unutmarıq, tarix yazdı şəhidlər. 44 gündən düşmənə qəhrəmanlar çəkdikdə 30 il ayrı qalır. Həsrət tutur, Qarabağ. Mən atam üçün darıxdıqca bu məlumatları onu yad edirəm. Elektrisi çekebilirsiniz. İntikam. Sarı kokulu o yollar